Salamlar. Bu videoda sizlərə web saytların Search Console toolu üzərindən regex funksiyası istifadə eləməklə non-brand, yəni brend adı olmayan açar sözlərdən nə qədər klik alıram, nə qədər impression alıram və yaxud da CTR nə qədərdir bunlara baxa bilərik. Ümumiyyətlə web saytları SEO eləyən zaman Search Console toolundan yəqin ki istifadə eləyirsiniz. Burada Search Console-un daxilində regex funksiyası var. Hansı ki biz Search Console-un daxilində baxırıq ki, hansı açar sözlərdən biz kliklər alırıq. Misal üçün, ən yaxşı kombi hansıdır? 104 dəfə klik alınıbdır. 3 ay ərzində. Yuxarıdan ayı filtrləyə bilərsiniz. Və burada bəzi açar sözlər var ki, açar söz deməkdir, bəzi axtarış eləyən, yəni axtarışda olan sözlər var ki, bunların bir hissəsi brend adı var, bir hissəsində brend adı yoxdur. Məsəl üçün, Alzon və yaxud ayrı yazıblar. Alzon yazıblar. Brend adı olması, okey. Bu bizə göstərir ki, sənin brendin nə qədər tanınır. Brend adı olmayan açar sözlər isə bizə sırf SEO-nu göstərir. Yəni, sırf bizə deyir ki, sən bu keywordlərdən, belə deyək, kliklər alırsan, bu keywordlərdən trafiklər alırsan öz web saytına. Mənə indi lazımdır ki, bu bizə 10.100 kliki göstərir. Mənə indi lazımdır ki, bu 10.100 klikdən brend adı yazılan keywordləri çıxartsaq, yerdə brend adı olmayanlardan nə qədər qalır? Ona baxmaq üçün biz regex funksiyasından istifadə eləyəcəyik. Gəlirik yuxarıda filtr hissəsinə. Filtr hissəsindən sorğunu seçirik. Və burada regex funksiyasına custom regex seçirik. Mən burada deyirəm ki, mənim bura yazacağım sözlərlə uyğun olmasın. Gəlirəm, bura yazıram Alzon, bitişi yazıram. Ondan sonra regex funksiyasından istifadə eləyən zaman keywordləri bir-birindən ayırdı yazmaq üçün biz burada düz xəttdən istifadə edirik. Düz xətt qoyuram, indi yazıram Alzoni. Yenə düz xəttimi qoyuram. Bu dəfə mənim brendimi necə yazırlarsa Google-a, mən o variantların hamısını yazmalıyam bura. Alzonam, Alzon, bəzən də belə yazırlar və yaxud da belə də yaza bilərlər. Misal üçün, mən bunu tətbiq eləyirəm. Artıq bu mənə 2280 klikə çıxartdı. Yəni, bu mənə sırf hansı ki brend adı olmayan açar sözləri göstərmiş oldu. Biz burada regex funksiyasından istifadə elədik, amma ən qısa zamanda Search Console-a yeni gələn AI vasitəsilə də bu prosesi yerinə yetirəcəyik.